samitli sözlər. Uşaqlar, qoşu samitli sözləri ilk növbədə iki yerə bölürəm. Eyni müxtəlif demirəm, amma ilk növbədə iki yerə bölürəm. Tək hecalı, çox hecalı. Sonra o tək hecalıları da bölürəm iki yerə. Eyni və yaxud da müxtəlif. Çox hecalıları da iki yerə bölürəm. Eyni və yaxud da müxtəlif. Yəni, sual verə bilərsiniz ki, ay müəllim, qoşa saitli sözlər keçində cəmi iki yerə haça qoymuşdunuz, haçalanmışdı. Eyni cinsli və yaxud da müxtəlif cinsli. Qoşa saitli, bəs o qoşa saitlini niyə demədiniz? Tək hecalı, çox hecalı. Uşaqlar, dediyimiz kimi ağzımızda nə deyirik? Qoşa saitli. Qoşa saitli nə deməkdir orada? Ən az neçə sait var? İki. İki saiti varsa artıq ona tək hecalı deyə bilərik. Deməli, avtomatik bütün qoşa saitli sözlər necə olur həmişə? Çox hecalı olur. Onlar çox hecalı olduğu üçün eyni cinsli və müxtəlif cinsliyə bölmüşdük. Amma qoşa samitli sözlər tək hecalı da ola bilər, çox hecalı da ola bilər deyə iki yerə böldük. Tək hecalıların da eynisi və müxtəlifi var. Çox hecalıların da eynisi və müxtəlifi var. Baxırıq. Hərəsinə bir nümunə yazdım, sonra kesim qaydaları detallı şəkildə izah edeyim. Yazırıq bura sir. Bura yazaq hökm və yaxud da dost. Bura yazaq hətta. Bura yazaq usta. Baxırsınız. Bütün bunların hamısını belə yuxarı aparanda hamısı gəlib bunun tələbini ödəyəcək. Fikir verin necə? Eynidirmi samitlər? Hə? Eynidir. Tək hecalıdırmı? Tək hecalıdır. Nədir özdə? Qoşa samitli. Keçirəm bura. Müxtəlifdirmi? Düzdür, iki dənə samit yanaşı gəlib, amma eyni deyil, müxtəlifdir. Özdə necədir? Tək hecalıdır və nədir? Qoşa samit. Bunlarla işimiz bitdi. Keçirəm bura. Artıq çox hecalardan danışıram. Çünki iki sait var. Eynidirmi? Eynidir. Çox hecalıdır və nədir? Qoşa samitlidir. Müxtəlifdir, çox hecalıdır və qoşa samitli sözlərdir. Deməli, qoşa samitli sözləri biz iki yerə böldük. Tək hecalıların eyni olanları var, müxtəlif olanları var. Çox hecalıların da eyni samit və yaxud da müxtəlif samitlər olanları var. Bunları biləndən sonra bir-bir buradan ən çox elə fonetikada suallar bu hissədən düşür. Çünki qarşılığı var, qayda burada çoxdur, istisna çoxdur deyə buradan suallar çox özünü göstərə bilər. Gəlin, hamısını bir-bir biz izah edəcəyik. Burada bizə nə lazımdır bu hissədə? Birinci, yazaq elə sir. Buradan başlayaq təbii ki, eynilərdir. Deməli, qayda necədir? Eyni cinsli, qoşa samitli, tək hecalı sözlərdə samitlə başlanan şəkilçi qoşularsa, nə zaman? Samitlə başlanan şəkilçi qoşularsa, həm yazılışda, həm tələffüzdə o samitlərdən biri düşür. Baxın, yazmışam sir. İndi gəlin ona samitlə başlanan şəkilçi qoşum. Sir, daş. Nə baş verdi? Həm təkcə tələffüzdə yox ha, elə həm yazılışda, həm deyilişdə Məryəm samitlərdən biri, qoşa samitlərdən biri düşdü. Məsələn, deyirik fən yazırıq və ya n-nı. İndi dən ora qoşaq. Belə yazmayacaq ki, uşaqlar. Belə yazsaq düz olacaq, səhv olacaq. Avtomatik bu n-nın birini silməliyik. Fəndən yazılır. Amma oxunuşda düzü fəndən oxunur, o heç. Dediyimiz kimi, eyni olanda, sait qoşulanda yox ha, samit qoşulanda o samitlərdən biri düşür. İndi sual verə bilərsiniz ki, müəllim, bir çox qaydalarda istisna özünü göstərirdi. Burada da var mı? Var. İstisna iki dənə sözdür. His və kül sözlərində bu qaydadan kənara çıxır. Yəni, bunlarda da eyni samitdir. Lakin bunlara samitlə başlanan şəkilçi qoşulanda samitlərdən biri düşmür. Niyə? Çünki his daxildə olan intuisiya, düzdür? Küldən söhbət etmək, kül çoxlu, toplu deməkdir. Külli ixtiyarım deyir səndədir. Bu o mənadadır. Mən buna samitlə başlanan şəkilçi qoşularkən s-nın birini açsam, hissdən hansı mənanı verəcək? Sobanın hissi mənasını verəcək. Ona görə burada düşməməlidir. Elə aysu yazılışda da, deyilişdə də elə s ikisi də qalmalıdır. Və yaxud da kül
dən qoşsam, ikisi də lığını qalmalıdır. Düşə bilməz. Bu belə. İndi bu qaydamız bu idi. Sir, fən, bu tipli sözlər samitlə qoşulan, şəkilsi qoşulanda nə olurdu? Biri düşürdü. İstisna hansı sözlər idi? His və kül. İndi bu istisnanın istisnası da var. Yəni, his samit qoşulanda düşmürdü, amma bir dəfə düşür. Siz şəkilçisi qoşulanda. Yəni, his sözünə siz qoşsam, hissiz, sığlar uzana gedər və 3 samit ola bilər. Ona görə bu da düzgün deyil. Deməli, artıq bu zaman sən demə, sığının biri düşə bilərmiş. Hissiz. Çətinlik belə. İndi mən sizə, Uğur, bunu izah etdim. Şəkilçilərlə qoşa-qoşa sizə izah etdim. Dedim ki, sirdir, fəndir, bu təkəzalı eyni sözlərdə samit qoşanda nə eləyəcəksiniz? Həm yazılışda, həm deyilişdə birin atacaqsınız. İstisna his və kül. Amma his sözündə də bir dəfə düşür. Nə zaman? Siz şəkilçisi qoşulanda. Qayıdıb sual verə bilərsiniz ki, müəllim, bu şəkilçilərlə bildiyin düşür. Bəs bunlara bir söz, mürəkkəb sözün içində iştirak edəndə necə olur? Mürəkkəb sözün içində iştirak edəndə necə olur? Deyim sizə. Tutaq ki, yazırıq. Haqq, nahaq. His, həyəcan. Sonra yazıram. Haqq, sevən. Uşaqlar, mürəkkəb sözlər 3 cür yazılır. Ayrı, bitişi, defislə. Bunu da keçəcəyik gələcək mövzularda. Bizə indi burada bitişi və defislə yazılanlar lazımdır akşin. Yəni, mürəkkəb sözlər necə yazıldı? Əsasən biz bildiyimiz, burada lazım olan defis və bitişi ilə yazılır. İndi fikir verin. Bu haqq, nahaq ikisi bir yerdə yazılmış mürəkkəb sözlər. Razısınız bundan? Nə baş verib yazılışda? Düşməyib. Deməli, amma burada da var haqq sevən. Burada da mürəkkəb sözün içindədir. Burada defislə yazılır, burada necə yazılır? Pis yazılır. Deməli, artıq qayda bəllidir. O haqqdır, fəndir, hisdir, bu tipli sözlər. Defislə yazılan mürəkkəb sözlərin içində iştirak edəndə düşmür yazılışda. Amma bitişi yazılan mürəkkəb sözlərin içində iştirak edəndə düşür. Bunu rəsm xəttdə də görə bilərsiniz. Rəsm xətt. Görürsünüz, xəttdə normalda 2 tığ var. Amma rəsm sözü ilə birləşib mürəkkəb söz yaratdı. Artıq tığının biri düşdü. Bir də deyirəm. Defislə yazılan murad, mürəkkəb sözlərdə necə olur? Yazılışda düşmür. Yalnız nə zaman düşür? Tələffüzdə. İndi mən bunu tələffüz edirəm. Necə olacaq? Haqq, haqq, nahaq. Q'nın biri düşdü, o birisi də K oldu, o başqa bir qaydadır. His, həyəcan. Necə olacaq? His, həyəcan. Amma bu bədbəxt elə bitişik yazılan, elə yazılışda da, tələffüzdə də onsuz düşür. Çətinlik var. Yəni, siz mənə sual verəndə ki, müəllim, bu qaydanı bizə dediniz ki, şəkilçi ilə olanda bildik, yazılışda da deyilişdə də düşür. Və sözlə yanaşı işlənəndə, yəni mürəkkəb söz olanda, mən də deyirəm ki, uşaqlar, defislə olanda necə oldu? Yazılışda düşmür, tələffüzdə düşür. Amma bitişik yazılanda həm yazılışda düşür, həm də tələffüzdə düşür. Bununla işimiz bitdi. Keçirik hara? Bura. Yəni, müxtəlif samitləri olan təkəzalı sözlər. Yəni, 2 dənə samit yanaşı gəlir. Amma necə samitdir o samitlər? Müxtəlifdir. Mən də fikir verdisə, burada hökm yazıb, xətt çəkib, dost yazmışam. Deməli, hökm, zülüm, sədir, üzv, həcm, bu tipli sözlərdə başqa qayda özünü göstərir. Dost, neft, üst, bu tipli sözlərdə başqa qayda özünü göstərir. Ona görə hərəsində bir nümunə yazmışam. Gəlin görək, onlarda hansı qayda özünü göstərir? Yazaq, hökm, dar. Yazılışda heç bir dəyişiklik özün göstərmədi. Düz uşaqlar? Yəni, hökm sözüdür. Dar qoşdum, samitlə başlayan şəkilçi. 3 dənə samit yanaşı gəldi. Yazılışda heç nə özünü göstərmədi. Gəlin onu tələffüz edək. Hökm, dar. Deməli, amma tələffüzdə nə baş verdi? Qapalı sayt artırıldı. Və yaxud da bir başqa söz yazaq. Həcm. İndi ona li qoşaq. Həcmli. Yazılışda yenə heç bir dəyişiklik baş vermədi. Amma tələffüzdə necə olacaq? Həcim. İ girəcək, həcimli.
Qapalı sahit artırıldı. Artıq bununla bağlı qaydamız bitdi bu defsin yuxarısındakı. Hökmdür, zülmdür, sədirdir, üzvdür. Bu tipli sözlərə samitlə başlanan şəkilçi qoşulanda nə olur? Qapalı sahit artırılır. Niyə? Çünki 3 dənə samit yanaşı gəlir. Bizim dilimizdə rahatlığı sevən bir dildir. Hətta belə deyirdilər, Azərbaycan dili dünyada ən musiqili dildir. Musiqili dil nə deməkdir? Yəni ahəngdar, axıcı dildir. Dildə də sizcə samitlər, sözün içində samitlər çox olanda axıcılıq olur, yoxsa saitlər? İndi siz 4 dənə samiti yanaşı qoyun bir sözdə deyin. Görün o sözü deyə bilirsiniz. İstər-istəməz dil dolaşacaq. Deməli, dilimiz rahatlığı çox sevir, asanlığı sevir. Hə, 3 dənə də samit bizə rahat çətinlik yaratdığı üçün nə baş verdi? Ortalığa bir dənə qapalı artırdım, rahatlaşdırdım. Düzdür sözü? Çətinlik? İndi keçən bunlara. Bunlarda nə baş verirdi? 3 dənə samit gələndə. Qapalı sahit artırdım. Bunlarda da 3 dənə samit yanaşı gələndə artıq sahit artıra bilmirəm. Görürəm, yenə 3 dənədir, sahit artıra bilmirəm. O dəqiqə qapazı verirəm, samitlərdən biri düşür, qalır ikisi. Bunlarda nə baş verdi? Hökm, zülm, həzm, artım. Bunlarda nə baş verəcək? Düşmür. Gəlin, nümunə yazaq. Yazaq elə dost. Dan. Necə tərəs eləyəcək? Dost, dan. Yazaq, dost sözü. Necə olacaq? Dost sözü. Yazaq, dost evi. Necə olacaq? D-o-s-d evi. Deməli, dost, neft, üst. Hətta indi mən sizə tək hecalı sözlərdən danışıram. Hətta bəzi çox hecalı sözlər də var. Action, sonu s-t, f-t ilə bitən. Onlar da bu qaydaya tabidir. Xoşbəxt, bədbəxt, sərbəst. Yəni çox hecalı. Bunlar da bu qaydaya aiddir. Ümumiyyətlə, mən indi hansıdan qaydadan danışıram? Sonu s-t, f-t, x-t ilə bitən sözlərdə. Deməli, bunlarda nə baş verir? Özündən sonra samitlə başlanan şəkilçi qoşulanda nə oldu? T düşdü. Özündən sonra samitlə başlanan şəkilçi söz gəldikdə nə oldu yenə? T düşdü. Amma özündən sonra sahit gələndə nə oldu? T düşmədi. D-ya keçdi. İndi nümunə deyim. Üst mərtəbə, dəniz. Necə olacaq? Üst mərtəbədəki üstü tələffüz elə. Üst. T düşdü, əla. Üst mərtəbə, üst. İndi üst otaqdakı üstü tələffüz et. Üst-d, üst deməlisən. Üst otaq. Çünki özünə sonra sahit gəlir. Başqa bir nümunə deyək. Neftçi. Necə deyirsiniz? Neftçi. O, həmin qaydadır. Yəni, özümüzü yormadan, özümüzü həyəcanlandırmadan, sonu, f-t, s-t, ş-t ilə bitən sözlərə samitlə başlanan səyid, şəkilçi və yaxud da söz qoşulanda t-lar düşür. Sait qoşulanda həmin tığlar nə olur? D-ya keçir. Neft daşları. Necə olacaq olur? Neft daşları. Neft avadanlıqları. Neft avadanlıqları olacaq. Problem var burada. Bununla da işimiz bitdi. Görürsünüz, tək hecaları qəşəng. Eyniləri də bildik, müxtəlifləri də 2 yerə bölüb öyrəndik. İndi keçirik nəyə? Artıq çox hecalıların da eynisi olanlar var, müxtəlif olanlar var. Gəlin, onlardan nümunələr deyək. Bu eynilər çox rahat bir qaydadır. Hansılardır? T-t, ç-ç, p-p kimi sözlərdə 2 eyni kar samit yanaşı gəldiyi üçün ikincisi necə olacaq? Kar da onsuz axı, zingirtiləşəcək. Qarşılığı o kimi olacaq. Yəni, tutaq ki, mütəkkə necə olacaq? Mütəkkə, sək-çiz, sək-ciz. Hətta, hətta. Çox rahat. T-t, ç-ç, p-p. Quliyə nə oldu? İkincisi zingirtiləşdi. İstisna bir dənədir cəmi. Görəcəksiniz. Opponent. Düzdür? 2 dənə p yanaşı gəldi. Normalda 2 p gələndə nə olurdu? İkincisi zingir. Amma burada olmur zingirti. Biri düşür, o birisi qalır. Opponent olur. Opponent. Nümunə kimi yazmışam. Onu orada görəcəksiniz. Bunlar bitdi. Yəni ikincisi nə oldu? Zingiltili. Bir dənə burada istisna var. Bu belə. Qı-qılar onsuz zingiltilidir. Qayıdıb deyə bilərəm, burada da zingiltili. Bu onsuz elə özü zingiltilidir. Bunlar kar idi. İkincisi nə oldu?
Zingiltiləşdi. Bu zingiltirdə bunun birincisi çarlaşır. K, Q olur. Məsələn, toqa yazılır. Necə deyiləcək? Toqa deyiləcək. Aydın oldu uşaqlar? Yəni, Q-Q'lar necə olur? K, Q kimi istifadə edilir. Belə. Çəkir? Çəksin. Belə. Q-Q'lar da K-Q oldu. Bəs biri də qaldı. Y-Y'lar. Y-Y'lar necə olur? Biz Y-Y'ları iki yerə bölə bilərik. Bir Y kimi deyilənlər, elə olduğu kimi deyilənlər. Bir Y kimi. Ən çox iki Y-lar, bir Y nə zaman olurdu? İyyat, iyyət. İyya, iyyə ilə bitən sözlər var. Bələdiyyə, riyaziyyat, məzuniyyət, nə bilim, səhiyyə, tutaq ki, bu tipi sözlərdə, bax, sonu nə ilə emin? İyyat, iyyə, iyyət. İyya, iyyə ilə bitən sözlərdə. Y onun içində olduğu üçün tələffüzdə mütləq Y-nin biri düşür. Ədəbiyyat necə olur? Ədəbiyyat. Riyaziyyat, riyaziyyat. Bələdiyyə, bələdiyyə. Səhiyyə, səhiyyə. Başa düşdük? Amma qoşa Y-yı kökün öz içindədirsə, yəni iyyət və iyyədat deyilsə, olduğu kimi qalır. Qəyyum, xəyyam və s. Bunu da demiş olduq sizə. Qalan amma, bax, fikir verin, mən nədən danışıram? Çox hecalı sözlərdən özü eyni olanlardan. 5-inin adını çəkdim ki, dəyişir. Ç, T, T, P, P. Nə oldu Kənan ikincisi? Zingiltili. Q, Q. Birincisi kar. Yığlar da bəzən, çox vaxt biri düşür, biri qalır. Bəzən də olur ki, yığının ikisi də qalır. İndi burada da bir dənə istisna var. Onu da öyrənəcəksiniz. Sonra keçəcəyik bura. Nədir o istisna? Uşaqlar, elə sözlər var ki, onlar nəinki 2 Y ilə yazılıb bir, elə 1 Y ilə yazılıb 1 Y ilə deyilir. Bax, belə bir testdə sual düşə bilir. Verilmiş sözlərdən hansı səhv yazılıb? A bəndində yazılır bələdiyyə. Hə, deyirsən ki, bələdiyyə yazılıb, bələdiyyə deyilir. Düzdür. B bəndində yazılır. Tutaq ki, tövsiyyə. Ən çox düşən tövsiyyə sözüdür. Ona görə onu deyirəm. B bəndində yazılır tövsiyyə. Şagird də baxır, deyir ki, 2 Y ilə yəqin yazılıb, 1 Y ilə deyilir tövsiyyə. Amma səhvdir. Tövsiyyə sözü saniyə, haşiyə, qafiyə, sonra təhkiyə, övliyə, türkiyə, heyət, elə bunlar 1 Y ilə yazılıb, 1 Y ilə deyilir. Ona görə kitabda mütləq, bax, bu hissəni əzbər soruşacağım sizdən. Bax, buranı yox ha, 2 Y ilə yazılanları yox ha, sonra 1 Y ilə yazılanları yox ha, sırf bu qeyd var ha, qeyd yazılıb ha. Maya burada işarəli. Bunları soruşacağım ki, bunlar elə 1 Y ilə yazılıb, 1 Y ilə deyilir. Elə hamısını öyrənin, tənbəllik etməyək. Tövsiyə, bəli, ən çox olar idi, amma hələ hamısı. Tövsiyə, tərbiyə, saniyə, təhkiyə, kinayə, qafiyə, mərsiyə. Bunlar necədir? 1 Y ilə yazılıb, 1 Y ilə də deyilir. Uşaqlar, eynilərlə işimiz bitdi. Bunu da izah etdim sizə. Gəlir, qulaq asaq, müxtəlif. Yəni, darıxmayaq, müxtəlif. Yəni, çox hecalıdır, amma samitləri müxtəlifdir, eyni deyil. Burada artıq bir yox, bir neçə qayda özünü göstərə bilir. Birinci elə yazdığım nümunəni deyim. Yəni, 2 kar samit yanaşı gəlirsə söz ortasına, S-T ola bilər, T-2 ola bilər, F-T ola bilər, fərq yoxdur. Söz ortasında 2 kar samit yanaşı gəlirsə, ikincisi nə olur? Singiltli də olur. Yəni, usta, usta, bitki, bitki, şaftalı, şaftalı. Düzdür? İkincisi nə oldu? Singiltiləşdi. Amma bunun da istisnası var. Ki, söz ortasında 2 kar samit yanaşı gəlib, amma ikincisi singiltiləşmir olduğu için qalır. Hansı sözlərdir? Aşpaz, aşpaz, P ilə yazılıb, P ilə deyilir ha. Taksi, məşhur, istintaq və kar və keş şəkilçisi qəbul etmiş sözlər. İndi deyə bilərsən müəllim, axı orada yazılıb ehtiyac, ehtimal, o qayda artıq dəyişdi. Onlar əvvəl EHT ilə başlayan sözlər var, üstündən sadə kanalizasiya xətt çəkim. Aysu.
Ehtiyatdan başlayır ehtizaza kimi. Gedir 5-6 söz var. Ehtiyatdan başlayır ehtizaza kimi. Üstündən xətt çəkilir. Yəni niyə xətt çəkirik üstündən? Əvvəl onlar da iki şar samit yanaşı gəlsə də ikincisi zingirtli olmurdu. Yeni qaydaya görə artıq onlarda ikincisi nə olur? Zingirtləşir. Ona görə onları istisnadan kənar çıxartdıq. Bəli, ehtiyat, d kimi olacaq. Bir də deyirəm, qulaq asırıq. Hamı tapdı xətt çəki, əla. Qaydamız belə idi, sərməs ol. İki çar samit, müxtəlif çar samit yanaşı gəlir. İkincisi nə olurdu? Zingirtləşir. İstisna, məşhur, taksi, aşpaz, istintaq tipli sözlər və ən əsaslı və ən çox düşən budur. Kar və çeş şəkilçisi qəbul etmiş sözlər. Hansı sözlər? Kar və çeş şəkilçisi qəbul etmiş sözlər ki var. Onlarda uşaqlar. Kar və çeş dəyişmir. Çıxırlar, zingirtləşmir. Siz nümunə də yaza bilərik. Xət, çeş. Düzdür? İki kar samit yanaşı gəlib sinarə. Normalda iki kar samit yanaşı gələndə ikincisi zingirtləşir. Amma bu ikinci kar samit çeşin içində olduğu üçün dəyişmir. Sənətkar. İki kar samit yanaşı gəlib. Düzdür Əhməd? Normalda iki kar samit yanaşı gələndə ikincisi ortada zingirtləşir. Amma bu karın içində olduğu üçün zingirtləşmir. Topluda belə bir söz var. Tərəfkeşlik. Tərəfkeş. Action. İki kar samit yanaşı gəlib. Düzdür? Əslində normalda ikincisi zingirtli olmalıdır. Amma niyə olmadı? Çünki keşin içindədir. Keş şəkilsinin içindədir. Baxın. Xətkeşdə hansı samitlər yanaşı gəlib? T2. Dəyişmir. Amma bitkidə məsələn hansı samit? Yenə də T2 gəlib. Amma bu dəyişir. Niyə? Niyə bu C olur, bu olmur? Çünki bu Ç şəkilsinin tərkibindədir, bu dəyişə bilər. Bu istisnalar deyil. Amma burada istisnanın içindədir deyə keş və karda dəyişmir. Bunu dedim. Müxtəliflə davam edirik. Artıq bundan sonra deyəcəklərim biraz rahatdır. VT yanaşı gələn sözlər yazılışdan söhbət gedir. VT yanaşı gələn sözlərdə necə tələffüz edilir? FT kimi. Avtobus, avtobus. Avtoqraf, avtoqraf. Avtomobil, avtomobil. Başa düşdük? Əla. Başqa bir qayda. C samiti. Nə zaman J olurdu? Özündən sonra bəli, D, L, Z gələndə. Əcdad, əcdad, vicdan, vicdan, səcdə, səcdə və s. Bunu da dedim. Bir-iki sözdür, onsuz çox söz yoxdur bu tipli. Bir də sonuncu bu qaydanı deyirəm, onunla da yeşunlaşdırırım. Söz ortasında, ümumiyyətlə sözdə N-dan sonra, bax, N hərfi gördünüzsə, ondan sonra B və yaxud da nə gələndə? M gələndə. Həmin N nə olur dəyişib? M kimi tələffüz edilir. Məsələn, deyirik 15, 15. Danmaq, danmaq. Nə bilim, anbar, ambar. İndi burada istisna nədir? Burada da istisna var, özdə qara hərflərini yazmışam. Orada nədir o istisna? Elə sözlər var. Bax, indi mən nə deyirəm? Fatimə, deyirəm ki, anbar sözündə N-dan sonra nə gəlib? B. Nə olmalıdır o? Tələffüzdə necə olmalıdır N artıq? A-sə M-yə keçməlidir. Amma elə sözlər var ki, onlar elə M ilə yazılıb M ilə deyilir. Kömbə, hambal, hannibal yazıb hambal demirik. Kömbə, hambal, pambıq, peyğəmbər, simponiya, bunlar elə M ilə yazılıb, M ilə deyilir. Onları əzbərləmək lazımdır. Testdə düşə bilərmi? Qarşımıza çıxa